Salam əziz və dəyərli müəllimlər. Time 2025 yeni nəşrindən Composite Sentences bölməsinə gəlin baxaq. Birinci testimizə baxırıq. Find out the compound sentence. Əvvəla qeyd edək ki, İngilis dilində ümumiyyətlə cümlələr iki cür olur. Sadə, simple, mürəkkəb, composite. Composite mürəkkəb cümlələr isə iki yerə bölünür. Compound, tabisiz mürəkkəb cümlələr, complex, tabili mürəkkəb cümlələr. Bütün budaq növ cümlələri kompleks sayılır. Compound sentence isə fənd voice-la düzələn, yəni coordinated conjunctionlarla bağlanan, bağlayıcılarla bağlanan cümlələrdir. Məsələn, but, yet, nor, and, so, for və s. Gəlin də varianta baxırıq. He studied hard in order to be the first. Əvvəla bu cümlə mürəkkəb cümlə deyil, çünki bir mübtədası, bir xəbər var. Ona görə variantına çıxırıq. Tom studied hard, yet he failed the exam. Tom çox çalışdı, amma imtahandan keçə bilmədi. Yet bağlayıcısı coordinated conjunction'da, deməli, coordinated conjunction'la bağlanan cümləmiz compound hesab olunur. B düzdür. So that məqsəd budaq cümləsini düzəldən bağlayıcımızdır və məqsəd budaq cümləsi isə deməli complex sentence-də çıxır. Compound deyil. In case ilə bağlanan cümləmiz bizim complex sentence adlanır. Yəni biz burada hansı fənd voice bağlayıcılarını görmürük. He tried to make the cake as perfect as, eyni zamanda biz coordinated conjunctionlar içərisində as də görməmişik. Ona görə bu cümləmizi də biz çıxırıq. Burada compound sentence yoxdur. Compound sentence yalnız fənd voice ilə düzələn cümlələr hesab olunur. İkinci cümləmizə baxır, bizdən yenə compound sentence soruşur. Yəni tabisiz mürəkkəb cümləni soruşur. She lived in England for several months. So, bəli, coordinated conjunctionlardan biri də so'dur. Deməli, o bir neçə ay İngiltərədə yaşadı. Beləliklə də ingilis dilində mükəmməl şəkildə danışa bilirdi. A, düzgün cavabdır. It was possible that. That bağlayıcısı varsa, deməli, tabeli mürəkkəb cümlədir. Yəni, complex sentence-dir. Mümkün idi. Nə mümkün idi? Bu, deməli, mübtədə budaq cümləsini düzəldən bağlayıcı sayılır. Çıxırıq, deməli, Matilda saw the scene breaking up on him that she. Yəni, that görürüksə, deməli, biz burada complex sentence-dən cümləmiz complex sentence olacaq, yəni compound deyil. It was as though, baxın, it was verilib, sonra as though verilirsə, deməli bu xəbər budaq cümləsidir. Budaq cümlədirsə, deməli kompleks hesab olunacaq. Yəni biz burada hansı fənd voice bağlayıcı coordinated conjunctionları görmürük. That afternoon the little cottage was full of chess friends, girls who lived. Baxın, who nisbə əvəzliyidir. Təyin budaq cümləsini düzəldir və təyin budaq cümləsi isə complex sentence hesab olunur. Compound deyil. Deməli, A düzdür. Üçüncü test isə indi bizdən complex sentence istəyir. Biz burada artıq budaq cümləni tapmalıyıq. Wait here till I am back. Deyir ki, mən qaydana kimi burada gözlə. Till, zaman bağlayıcı əmələ gətirən bağlayıcıdır. Zaman budaq cümləsi, deməli, complex sentence hesab olunacaq. Despite despite-dən sonra isim-ismi birləşmə gəlir. Bir mübtədə bir xəbərimiz olduğuna görə sadə cümlə hesab olunur. After'dən sonra əgər gerund gəlirsə, deməli, sadə cümlə, qısaldılmış cümlədirsə, sadə cümlədir. Bir mübtədə bir xəbəri var. Sadə hesab olunur. I wasn't responsible but was made to answer. Bax, burada əslində bir mübtədamız var. Burada was made də I-a aiddir. Burada sadə cümləsi hesab olunur. The news was heard by Tom while being. While-dən sonra fe'l sifət gəlib, qısaldılma edilib, deməli, sadə cümlədir. A variantı complex sentence hesab olundu. Dördüncü testdə bizdən yenə complex sentence soruşur. The phone rang loudly in the quiet room. Cümlədə bir mübtədə bir xəbər olduğu üçün sadə cümlədir. The cat slept. Bir mübtədə bir xəbərimiz olduğu üçün sadə cümlədir. And ilə bağlandığı üçün, deməli, and ilə bağlandığı üçün compound sentence-dir. Coordinated conjunction'dır çünki. When the bell rang, deməli, zəng çalanda, she rushed out of the classroom, sinif otağından çölə qaçdı. Deməli, zaman budaq cümləsidir. Zaman budaq cümlədirsə, complex sentence hesab olunur. She wanted to go to the party, but biz burada coordinated conjunction görürsə, deməli, compound sentence-dir, complex deyil. D, düzgün cavabdır. Bir daha qeyd edək, complex sentence. Bütün budaq cümlələr complex sentence hesab olunur. Beşinci testdə isə bizdən compound complex istəyir. Yəni, həm budaq cümlə olmalıdır, həm də coordinated conjunctionlar işlənməlidir. A varianta baxırıq ki, wore dark glasses all the time. Həmişə tünc eynək taxır, qara eynək taxırdı və burada gördük ki, coordinated conjunction var. And everyone thought, və hər kəs fikirləşirdi ki, nəyi fikirləşirdi? That he was half blind, o yarı kördür. Deməli, fikirləşirdi ki, nəyi? Bax, bu hissədə tamamlıq budaq cümləsi var. Həm budaq cümlə var,
həm də and coordinated conjunction olduğu üçün compound kompleks hesab olunur. A düzgün cavabdır. B varianta baxırıq. When you were talking, I saw the short man who chased me last week. Və deyirsən danışarkən mən keçən həftə məni izləyən qısa bir adamı gördüm. Baxın, when bu zaman budaq cümləsidir. Who da nisbə vəzlikdir, yəni təyin budaq cümləsini düzəldir. Deməli, bu cümlədə ancaq budaq cümlə var. Ona görə kompleks hesab olunur. Yəni, compoundlu bir məqam yoxdur. C variantı, I opened my bedroom door and almost fell over. Bax, burada and olsa da, amma burada bizim deməli endimiz yalnız bir mübtədə aiddir. Yəni, and ayrıca bir müstəqil cümləni bağlamadığı üçün biz bunu compound hesab edə bilmirik. Who nisbə vəzliyi var, kompleksdir. Yəni, ümumiyyətlə kompleks sentence hesab olunur. A düzdür. She first asked Damon. Deməli, she first asked soruşdu. Neyi soruşdu? If bağlayıcı. Burada tamamlıq budaq cümləsini əmələ gətirir. Old families. Deməli, qədim ailələr hansı ki, öz pullarını və torpaqlarını itiriblər. Bax, burada da who nisbə vəzliyi təyin budaq cümləsini gördük. Həm deməli, tamamlıq budaq cümləsi var. Həm tamamlıq budaq cümləsi var, həm də deməli, təyin budaq cümləsi var. Yəni, ümumiyyətlə, kompleks sentence hesab olunur. Compoundlu bir durum yoxdur. Cities invest in public art to attract tourists and add interest. Bax, burada yenə add sadəcə iki infinitivi belə deyib birləşdirib də həmcə sözləri bir-birinə bağlayıb. Ona görə də biz bunu mürəkkəb cümlə hesab edə bilməliyik. Yəni, compound hesab edə bilməliyik. But burada var. But public art often causes controversy. Yəni, burada but var. Bu but artıq özündən sonra mübtəda xəbər gəlir, müstəqil cümlədir. But coordinated conjunction olduğu üçün bu compound sentence hesab olunur. Yəni, biz burada hansı bir budaq cümlə görmürük. Ona görə də bütövlükdə compound hesab olunur. 6-cı testə baxırıq. Identify the correct sentence type for each sentence. Hər bir cümlənin düzgün növünü gəlin müəyyən edək. After the meeting ended, everyone left the room and the cleaning staff began their work. Bax, after zaman budaq cümləsidir. Toplantı bitəndən sonra hər kəs otağı tərk etdi və coordinated conjunction'da təmizləyici heyət işlərinə başladı. Deməli, burada həm compound, həm də kompleks olduğuna görə bir olacaq D variantı. Despite living in London all his life, Dorian never truly understood its complexities until zaman budaq cümləsini əmələ gətirir. Until he met Lord Henry. Yəni, Londonda, bütün ömrü boyu Londonda yaşamasına baxmayaraq, Dorian heç vaxt deməli, onun mürəkkəbliyini anlaya bilmədi o Lord Henry-lə qarşılaşana qədər. Yəni, burada yalnız zaman budaq cümləsi var. Deməli, bu kompleks sentence hesab olunacaq. C variantı. Despite they have a snowfall, yəni güclü qar yağmasına baxmayaraq, the city continued to function normally. Şəhər normal şəkildə belə deyək, öz funksiyasını daşıyırdı. And people, and var burada. People went about their daily routines və belə deyək, öz gündəlik rutinlərinə davam edirdilər. Burada yalnız and coordinated conjunction olduğu üçün bu compound hesab olunur. B düzdür. To ensure a good night's sleep, yaxşı bir gecə yuxusunu təmin etmək üçün. It's important to maintain a consistent bedtime routine. Yəni, davamlı, belə deyək, yuxu rutinini qoruyub saxlamaq və avoid caffeine before bed, yatmazdan əvvəl kafeindən imtina etmək vacibdir. Yəni, gördüyümüz kimi bu cümlədə bir mübtəda bir xəbər olduğuna görə biz bunu simple sentence kimi dəyərləndirəcəyik. Yəni, burada it is bir mübtədamız, bir xəbərimiz var. Deməli, D, C, B, A. Ümumilikdə D düzgün cavabdır. 7-ci testdə yenə bizdən cümlələrin növlərini müəyyən etmək istəyir. He was not really afraid, but bağlayıcı varsa, but he was uncomfortable. O həqiqətən də deyil qorxmurdu, amma o narahat idi. Demək, but burada compound sentence birləşdən coordinated conjunction'da compound sentence olacaq. When looking at the green light across the bay, Gatsby felt a mixture of hope and longing. Bax, burada V-dən sonra qısaltma olduğuna görə biz bunu sırf zaman budaq cümləsi hesab edə bilmərik. Qısaltma olan cümlədir. Cümlədə bir mübtədamız, bir xəbərimiz olduğu üçün bu sadə cümlə hesab olunacaq. 1B, 2A. Şuna baxırıq. Martin was determined to succeed because he wanted to prove himself to those who had doubted him. Burada isə gördüyümüz kimi yalnız budaq cümlə var. Deyir ki, Martin müvəffəqiyyət qazanmağa qətiyyətli idi. Çünki səbəb budaq cümləsi wanted to prove himself to those. Çünki o deyir özünü sübut etmək istəyirdi. O kəslər ki, who had doubted, kim ki onu şübhə ilə yanaşmışdı, şübhə edirdi. Bax, burada those-dan sonra gələn who təyin budaq cümləsi əmələ gətirir. Bu isə səbəb budaq cümləsi. Yəni, yekunda ancaq budaq cümlə olduğu üçün kompleks sentence hesab olunur. Tabiri mürəkkəb cümlə, yəni. While he was talking, I looked at him with amazement. Bax, burada while o danışarkən. Bu
Bu zaman budaq cümləsidir. Mən deyir ona təəccüblə baxırdım. Çünki, bax burada for, çünki compound sentence, daha doğrusu coordinated conjunction'dır for. Çünki he was a living contradiction to everything I heard about it. Aha, deməli baxın burada for coordinated conjunction əmələ gətirdi, while isə zaman budaq cümləsini əmələ gətirdi. Yəni həm compound, həm də kompleks oldu. Deməli D düzgün cavabdır. B, A, B, A, C, D. Ümumilikdə C variantımız düzgün cavabdır. Davam edək 8-ci testimizdən bizdən mürəkkəb cümlələr soruşur. Yəni ümumiyyətlə kompozit mürəkkəbdir. Yəni istər bura tabeli daxil olsun, istər tabisi mürəkkəb cümlə daxil olsun. The idea was monstrous, yet he felt afraid. Yet burada ziddiyyət bağlayıcısıdır. Ziddiyyət bağlayıcı olduğu üçün deməli bir olacaq composite sentence. Yəni ziddiyyət bağlayıcısı deyəndə ki, coordinated conjunction'dır. Yəni bu compound sentencedir. Yəni composite sentence dediyi iki yerə bölünür. Compound və complex. Bu da compound sentencedir. Yəni ilk onda kompozit hesab olunur. Çünki iki mübdə, bir mübdə, məsələn, hər bir cümlə, iki cümlədən ibarətdir və hər bir cümlənin mübdədə xəbəri var. The idea was, he felt, mübdədə xəbəri var. I promised to dine at White. Mən White ailəsində, belə Whitegildə nahar etməyə söz vermişəm. But it is only with an old friend. Burada isə but var. Yəni gördüyümüz kimi yenə də yet, but bunlar coordinated conjunctionlardır və compound sentence hesab olunur. Yekunda mürəkkəb cümlədir. Çünki I have promised mübdədə xəbəri, it is mübdədə xəbəri var. When we blame ourselves, we feel that. Baxın, when we blame, zaman budaq cümləsi, we feel that. Biz hiss etdik ki, nəyi? Bu hissəsə, no one else has a right to blame us. Yəni heç kəsin bizi itham etməyə haqqı yoxdur. Deməli, burada həm zaman budaq cümləsi var, həm də tamamlıq budaq cümləsi var. Yəni yekunda composite sentence hesab olunur. Young men want to be faithful and are not. Old men, baxın, young men want, old men want. Yəni, hər iki cümlənin özünün mübdədə xəbəri var və biz bilirik ki, compound sentencelər bəzən coordinated conjunctionlarla yanaşı durğu işarələrlə düzələ bilər. Yəni, nöqtə vergüllə də işlənə bilər. Vergül də ola bilər, nöqtəli vergül də ola bilər. Deməli, all of them, C variantımız bizim düzgün cavabdır. 9-cu testə baxırıq, bizdən sadə cümlələr soruşur. Wait till they come. Bu zaman budaq cümləsidir. Onlar gələnə qədər gözlə. Baxın, till-dən sonra they come mübdədə xəbəri var və wait sadəcə olaraq əmr cümləsi şəklində işlənir. Əmr cümləsində isə biz bilirik ki, yalnız xəbərdən istifadə edirik. Yəni, yenə də mürəkkəb cümlə hesab olunur. Daha doğrusu, bizdən sadə cümləni soruşduğu üçün biri çıxırır. She knows way to come. Cümlədə bir mübdədə bir xəbər var. Yəni, o hara gedəcəyini bilir. Deməli, 2 sadədir. Stay where you are ordered. Sənə əmr olunan yerdə qal. Yenə də burada da harada qal. Yer budaq cümləsidir. Yəni, bu da mürəkkəb cümlə hesab olunur. Let each of the participants tell about himself. Bax, burada tell bir xəbərdir. Each of participants bir mübdədadır. Deməli, sadə cümlədir. Deməli, 2-4. 2-4 sadə cümlə hesab olundu. 10-cu testdə bizdən mübdədə budaq cümləsini soruşur. Whether he believes me is not clear. Onun mənə inanıb inanmaması aydın deyil. Sual yaranır. Nə aydın deyil? Onun mənə inanıb inanmaması. Bəli, bu mübdədə budaq cümləsidir. Çünki mübdədanın sualına cavab verir. The night was so dark that he lost his way. Gecə o qədər qaranlıq idi ki, o yolunu itirdi. Baxın, so adjective that işlənirsə, nəticə budaq cümləsidir. Yəni, zərflik budaq cümləsidir. Greg still insists. Greg hələ də təkid edir. That he did nothing. Səhv bir şey etmədiyini, yəni, təkid edir. Nəyə təkid edir? Nəyə? Tamamlıq budaq cümləsidir. You are the first honest man. Sıra sayı, deməli, sıra sayı işlənib və the first honest man. Burada zət də ola bilərdi. Yəni, zəti işlətməyə də bilərdi. Deməli, you are the first honest man. Sən ilk düzgün adamsan mənim nə vaxtsa qarşılaşdığım. Yəni, hansı? The first man that I have met. Sadəcə burada zət nisbə vəzli işlədilməyibdir və təyin budaq cümləsi hesab olunur. He wanted. O maraqlanırdı. Nəyi maraqlanırdı? Nəyi maraqlanırdı? Bu da tamamlıq budaq cümləsidir. A düzdür. 11-ci testdə bizdən yenə mübtədə budaq cümləsini soruşur. It is strange. Qəribədir. Bax, sual yaranır ki, nə qəribədir? Mübtədanın sualına cavab verir. Nə qəribədir? İçəridə heç bir sərnişinin olmaması. Deməli, A mübtədə budaq cümləsidir. Her intention is to announce everything is about it. Bu sadə cümlədir. Çünki bir mübtədə bir xəbər var. Whether you want to work, I will be supporting you. Wherever you want to work. Deyir, hara gedirsənsə get, mən səni dəstəkləyəcəm. Yəni, hara gedirsənsə get, wherever və ya da wherever də bunlar yer budaq cümləsini əmələ gətirir. The question was şəklində işlənirsə, deməli, bu xəbər budaq cümləsidir. Məsələ deyir, bu idi ki, ailə növbəti gün gələcəkdir. Deməli, bu idi, o idi kimi tərcümə olunursa, bu olur xəbər budaq cümləsi.
She understood. Anladı. Sual yarına neyi anladı? Tamamlıq budaq cümləsi. She had forgotten something very necessary. Yəni çox zəruri olan bir şeyi unutduğunu anladı. Neyi anladı? Deməli bu oldu. Tamamlıq budaq cümləsi. A düzgün cavab oldu. 12-ci testdə bizdən yenə mübtəda budaq cümləsini soruşur. As soon as varsa bu zaman budaq cümləsidir. Yeməyini yeyən kimi, deməli sən yeməyini yeyən kimi gəzməyə gedirsən. As we were given dictionaries, we managed to write the test easily. Bax, bu oradakı as səbəb budaq cümləsini əmələ gətirir. Deyir, bizə lüğətlər verildiyi üçün biz testləri asanlıqla yazmağı bacardıq. Deməli, çıxırıq. A variantı zaman budaq cümləsidir. B variantı səbəb budaq cümləsidir. What he should do after all. Bax, bu birləşmə deyib, biz demişik ki, deməli, mübtəda budaq cümləsi WH questionlarla başlayır. What he should do after all. Onun bütün bu olanlardan sonra etməli olduğu is to apologize to his friends for what he has done. Yəni etdiyinə görə öz dostundan üzr istəməkdir. Nə üzr istəməkdir? Yəni onun bütün bu olanlardan sonra etməli olduğu. C variantı mübtəda budaq cümləsidir. There was a cool freshness in the air and a peaceful silence that was foreign to him. Bax, bu silence'dan sonra gələn that təyin budaq cümləsidir. Çünki hüzur verən bir sakitliyi təyin edir. Hüzur verən bir sakitlik var idi. Hansı ki ona yad idi. The day when you first entered the foundling. Bax, foundling'ə daxil olduğun gün. Hansı gün? Bu da təyin budaq cümləsidir. Deməli, C düzgün cavabdır. 13-cü testdə bizdən deməli, predicative xəbər budaq cümləsini soruşur. Bu isə biraz pis düşüb, amma yenə də izah etməyə çalışacağım. If she had stayed. Bax, if nə varsa, deməli, past perfect, could perfect işləmişsə, deməli, bu şərt budaq cümləsidir. Qeyri-real şərt budaq cümləsidir. Yəni, cert conditionaldır. Deməli, B variantına baxır, A variantına çıxırıq. B variantı nobody had ever found out. Hələ heç kəs müəyyən etməyib, başqara çıxarmayıb. Nəyi? Who had done this to Sam? Yəni, bunun Samə kimin etdiyini, nəyi aşqara çıxarmayıb? Bu da tamamlıq budaq cümləsidir. The question is, bəli, bu quruluşlar ümumiyyətlə xəbər budaq cümləsidir. Məsələ budur ki, where we can live in peace, harada biz azadlıq və sülh içərisində yaşaya bilərik. Tomorrow when my head is clear, sabah mənim beynim aydınlaşanda mən bu haqda yenidən düşünəcəm. Zaman budaq cümləsidir. When my head is clear. When hearing a noise, she went back where she had hidden. Bax, o geri qayıtdı. Hara geri qayıtdı? Harada ki, o gizlənmişdi. Bu isə yer budaq cümləsidir. Bax, when olan hissə. Burada when hearing qısaltma olduğu üçün biz bunu zaman budaq cümləsini götürə bilmərik. Çünki qısaltma edilib artıq. C düzdür. 14-cü testdə bizdən yenə xəbər budaq cümləsini soruşur. Stay where you are. Olduğun yerdə qal. Harada? Bu yer budaq cümləsidir. Why she left him is a mystery. Nə sirdir? Onu nə üçün tərk etdiyi? Bax, bu mübtəda budaq cümləsidir. Where he had gone was a mystery. Onun hara getdiyi sirdir. Nə sir idi? Onun hara getdiyi. Bu da mübtəda budaq cümləsidir. Where he turned then, I can't remember. Sonra o hara döndü, mən də xatırlamıram. Yəni, I can't remember. Mən nəyi xatırlamıram? Bax, tamamlıq budaq cümləsində bəzən I can't remember hissəsi sonra işlənə bilər. Bağlayıcılı sözdən sonra işlənə bilər. Yəni, budaq cümlədən sonra gələ bilər. Mən xatırlaya bilmirəm. Nəyi? Bu isə tamamlıq budaq cümləsidir. The question is quruluşu demişdik ki, xəbər budaq cümləsidir. Məsələ budur. Where and how it broke out. Yəni, harada və necə o baş verdi. Y düzdür. 15-ci testdə yenə bizdən xəbər budaq cümləsini soruşur. That you are frightened is obvious. Sənin qorxduğun açıq-aşqardır. Nə açıq-aşqardır? Nə? Mübtədən sualın cavab verdiyisi mübtəda budaq cümləsidir. The truth is, həqiqət budur. Nədir? That he was an arrogant boss. O çox təkəbbürlü müdür idi. Deməli, B variantı predikativdir. Xəbər, həqiqət budur. Odur, budur, elədir, belədir kimi tərcümə olunursa, deməli, xəbər budaq cümləsi hesab olunur. Marcus Neo, Marcus bilirdi neyi, onun nə üçün belə əzəbli, əsəbi danışdığını, neyi bilirdi? Tamamlıq budaq cümləsidir. Experiment show, eksperimentlər göstərir, təcrübələr göstərir, nəyi, uşaqları belə agresiv, nəyin uşaqları agresiv etdiyini. Deməli, nəyi göstərir? Bu da tamamlıq budaq cümləsidir. He looked to me much the same child as I had met years ago. Deyir, o mənə illər öncə onunla qarşılaşdığım eyni uşaq kimi mənə baxdı. Yəni, necə baxdı? Deməli, əvvəllər onunla illər öncə qarşılaşdığım kimi. Deməli, burada da manner var. Adverbial, deməli, clause of manner. Bu da çıxırıq. Y variantında düzgün cavab B variantıdır. 16-cı testdə bizdən yenə xəbər budaq cümləsi soruşur. When the meeting finished, toplantı qurtaran zaman budaq cümləsini əmələ gətirir beyin. Anı çıxırır. Onlar deyir, restorana getdilər. Nə zaman?
toplantı bitən zaman. B variantına baxırıq. When he stepped out on the grass, o deməli otun üzərinə adımlayan zaman he drew a deep breath, o dərin bir ah çəkdi. Bu da zaman budaq cümləsidir. The trouble was, problem deyir o idi ki, onlar əvvəllər Amerikada olmayıblar. Onlar əvvəllər heç vaxt Amerikada olmayıblar. Problem o idi ki, nə idi? O idi. O idi, bu idisə predicative clause-dur. Lenny decided not to say. Lenny deməmək qərarına gəldi. Nəyi deməməyi? Nəyi? Deməli, tamamlıq budaq cümləsidir. Literacy didn't solve all problems. Yəni, savadlılıq bütün problemləri həll etmir. We all know the art of medicine has a... Biz deyir, hamımız bilirik. Nəyi bilirik? Yəni, tibb sənətinin elmlə dərin əlaqəsi olduğunu. Nəyi bilirik? Tamamlıq budaq cümləsidir. C düzdür. Bizdən indi tamamlıq budaq cümləsini soruşur. What I said is not what I meant. Deyir, mənim nə dediyim, mənim nə nəzərdə tutduğum deyil. Yəni, nə mənim nəzərdə tutduğum deyil, mənim nə dediyim. Bax, bu mübtəda budaq cümləsidir. It looks, əgər link verbdən sonra birbaşa demək, bağlayıcılı söz cümlə gəlirsə, bu olur xəbər budaq cümləsi. It looks as if spring will never come. Elə görünür ki, sanki yaz heç vaxt gəlməyəcək. Həqiqətən də indiki həmin vəziyyətdəyik biz. Havalar elə keçir ki, sanki yaz gəlməyəcək, yəni. Sanki payızdır. It is a good luck. Bu əla bir şansdır. That she's still alive. Yəni onun hələ də sağ olması. Bax burada luck'ı deməli zət nisbə əvəzliyi luck'ı təyin edir və təyin budaq cümləsi hesab olunur. It was fun that əyləncəli idi. Nə əyləncəli idi? Bax bu mübtəda budaq cümləsidir. Biz bütün vaxtımızı oxuyaraq və rəqs edərək keçirtdik. Keçirtməyimiz yəni əyləncəli idi. Y variantına baxır. He asked me a million times. Aha. He asked me a million times. O məndən milyon dəfə soruşmuşdu. Nəyi? Baxın, sual yaranı soruşmuşdu. Nəyi soruşmuşdu? If you would accept his proposal, ki, sən onun təklifini qəbul edəcəksənmi? Deməli, Y variantı düzgün cavabdır. Soruşdu. Nəyi soruşdu? Tamamlıq budaq cümləsinin sualına cavab verdi. 18-də yenə tamamlıq budaq cümləsini soruşur. Our fear was least we should lose our current job. Bizim qorxumuz o idi ki, biz hal-hazırki işimizi itirə bilərik. Bax, burada our fear was gəlirsə, sonra bağlayıcılı söz gəlirsə, deməli, bu xəbər budaq cümləsidir. Before he left, o tərk etməzdən əvvəl, he asked, o soruşdu. Bax, burada zaman bu da budaq cümləsidir, amma he asked soruşdu, nəyi soruşdu? What he should do for them, onlar üçün nə etməli olduğunu. Deməli, burada tamamlıq budaq cümləsi var. Soruşdu, nəyi soruşdu? Deməli, B düzdür. He's the only person varsa cümləmizdə zət nisbə əvəzli işlənir. Nisbə əvəzli olduğu üçün təyin budaq cümləsidir. O yeganə şəxsdir. Hansı şəxsdir? Yeganə şəxsdir ki, bu vəziyyətdə sənə kömək edə bilir. Təyin budaq cümləsidir. My suspicion was verilirsə, sonra bağlayıcılı söz gəlirsə, deməli xəbər budaq cümləsidir. Mənim şübhəm o idi ki, he knew all the secrets that I kept. Mənim saxladığım bütün sirləri o bilirdi. Okay, xəbər budaq cümləsidir. Whether she ever tried or not, lay hidden in her own closed heart. Deməli, baxın, deyir ki, o cəhd edib etməməsindən asılı olmayaraq, o cəhd edəcək yoxsa yox, onun deyir özünün ürəyinin dərinliyində gizlənmişdir. Nə ürəyinin dərinliyində gizlənmişdir? Onun cəhd edib etməməsi. Cəhd edib, nə vaxtsa cəhd edib etməməsi. Bu da mübtəda budaq cümləsi hesab olunur. B düzdür. 19-cu testdə bizdən tamamlıq budaq cümləsi soruşur. Imagine, təsəvvür et, nəyi? How a large person, necə yüngül mehin cığırda olan yarpaqları tərpətdiyini xəyal et, təsəvvür et. Nəyi? Deməli, mübtəda tamamlıq budaq cümləsidir. We don't know exactly. Biz dəqiqliklə bilmirik. Nəyi bilmirik? How life first began. Həyat ilk dəfə nə zaman, necə başladı? Həyat ilk dəfə necə başladığını bilmirik. Nəyi bilmirik? Bu da tamamlıq budaq cümləsidir. I dislike the manner. Bax, burada the manner ha gəlib, manner-ı təyin edir. Təyin budaq cümləsi hesab olunur. Mən deyir, rəftarı xoşlamıram. Hansı rəftarı? Onun necə danışdığı rəftarı, yəni. Təyin budaq cümləsidir. That is-lə başlayırsa, bağlayıcı söz gəlsə, olur xəbər budaq cümləsi. That is how it began in Europe. Avropada necə baş verdi, odur. Deməli, bu xəbər budaq cümləsidir. 1-2 A düzgün cavabdır. 20-ci testdə bizdən təyin budaq cümləsini soruşur. Nobody would imagine, deyir, heç kəs təsəvvür edə bilməzdi. Nəyi? Bu tamamlıq budaq cümləsidir. They love that. Baxın, they love-dan sonra that nisbə əvəzliyi işlənirsə, bu olur təyin budaq cümləsinin. Sevgi hansı ki, onunla o qız arasındadır. Hansı sevgi? Qız oğlan arasında olan sevgi. Deməli, sonra 2 təyin budaq cümləsidir. Demək, Sarah watched him as he relaxed, leaned back. Yəni, burada baxın, təyin budaq cümləsini düzəldən nisbi zərfləri və nisbi
zərflər və nisbi əvəzliklərdən heç birinə rast gələ bilmədi. Yəni burada deyir ki, Səhər o dincəldikcə, arxaya söykəndikcə və gözlərini bağladıqca onu izləyirdi. Burada zaman budaq cümləsidir. She struck a light and lit one of the oil lamps hanging from a bee. Burada ümumiyyətlə sadə cümlədə hansı bir nisbə əvəzliyi görmürük. The only difference is that I have had. Bax, burada the only difference is. Sonra zət gəlsə bu xəbər budaq cümləsidir. Sadəcə olaraq I have had a chance. Burada gələn zətsə nisbə əvəzliyidir. Çünki isimdən sonra gəlib. Mənim bir şansım olub, hansı ki onların heç vaxt olmayıb. Yəni onların heç vaxt olmayan şansı olub. Hansı şansı? Onların heç vaxt olmadığı şansı. Deməli 5 düzdür. 2-5. B düzgün cavabdır. 21-ci testdə bizdən təyin budaq cümləsini soruşur. His colleges have been successful since-lə başlanırsa bu olacaq. Deməli zaman budaq cümləsi. Zaman budaq cümləsində since-dən sonra past simple, əvvəldə present perfect olur. Amma advanced grammar-lərdə since-dən hər iki tərəfində biz present perfect-in işləndiyinə rast gələ bilərik. Yəni bu düzdür. Düzdür. Cümlə olaraq düzdür. Sadəcə olaraq təyin budaq cümləsi deyil. Zaman budaq cümləsi hesab olunur. Çünki deyir ki, o onlara qoşulandan bəri. Nə zaman? Onlara qoşulandan bəri onun həmkarları uğurlu olub. B. What I really mean, deyir, məni həqiqətən nəzərdə tutduğum is that you want to work hard to get success in future. Sən gələcəkdə uğur qazanmaq üçün çox çalışmaq istəyirsən. Yəni, nə deməli, sən uğur qazanmaq üçün gələcəkdə çox çalışmaq istəyirsən, mən nəzərdə tutduğumdur. Bu, mübtəda budaq cümləsində çıxırıq. Two children ran across the garden and up to the house. Bax, burada house-dan sonra zət nisbə əvəzliyi gəlib. That John had shown. Demək, onlar evə doğru qaçdılar. Hansı evə? John onlara göstərmiş oldu. Bu, təyin budaq cümləsi də C düzdür. Whatever you do may be insignificant. Bax, deyir ki, sən nə edirsənsə et, zəruri olmaya bilər, vacib olmaya bilər. But it is very important that, ancaq deyir, vacibdir, çox vacibdir. Nə çox vacibdir? Nə çox vacibdir? Sən bunu edirsən. Bu isə mübtəda budaq cümləsidir. John retired when he turned 65. John'un 65 yaşı olanda o məzuniyyətə çıxdı. Nə zaman? Bax, burada when zaman budaq cümləsini düzəldir. Deməli, C düzdür, təyin budaq cümləsi soruşduğu üçün. 22-ci testdə bizdən yenə təyin budaq cümləsini soruşur. What Wheeler had said had been half expected. Yəni, Wheeler'in demiş olduğu gözlənilmirdi, tam da gözlənilmirdi. Nə tam gözlənilmirdi? Wheeler'in nə demiş olduğu. Deməli, bu mübtəda budaq cümləsidir. You may give, sən verə bilərsən. Nəyi verə bilərsən? Kimə verə bilərsən? Bu oldu tamamlıq budaq cümləsi. I want to know, mən bilmək istəyirəm. Nəyi? Da oldu tamamlıq budaq cümləsi. So surprised that. So adjective, that clause gəlirsə, deməli, nəticə budaq cümləsidir. I bought him the computer, which nisbə əvəzli işlənib. Mən də ona kompüter aldım, hansı ki, o bir həftə bundan əvvəl dükanda görmüşdü. Hansı ki. Deməli, təyin budaq cümləsidir, Y düzdür. 23-cü testdə bizdən yenə təyin budaq cümləsi soruşur. There was a door leading into the hall. Bu sadə cümlədir. J didn't know. Onlar bilmirdilər. Nəyi bilmirdilər? Tamamlıq budaq cümləsidir. This is sonra what he wants yazılırsa, deyir, budur onun istədiyi və bu olur xəbər budaq cümləsi. He wanted to explain all. Bax, burada all verilibdir və he had felt all'u təyin edir. Deyir ki, o hər şeyi izah etmək istəyir. Hansı hər şeyi hiss etdiyi və düşündüyü. Deməli, təyin budaq cümləsidir. Yəni, all'dan sonra biz zəti işlədə bilərdik, işlətməyə də bilərik. That entirely depends on how you see today. Bu tamamilə deyir, sənin necə, bugün sənin necə oturduğundan asılıdır. Nə asılıdır? Deməli, nə sənin bugün, sənin necə oturduğundur. Yəni, that entirely depends on. Bu tamamilə asılıdır. Nə asılıdır? Sual yaranır. Yəni, nə asılıdır? Sənin bugün necə oturduğun. Yəni, bu da təyin budaq cümləli. Biz burada hər hansı bir məqam görmədik. Bax, bu zəti başlanan bağlayıcılı sözdür. Bağlayıcı əvəzlikdir. Yəni, burada hər hansı bir nisbə əvəzlik və yaxud da nisbi zərfə biz rast gəlmədik. Deməli, D variantı düzgün cavab olacaq. Deməli, cümlənin növü olaraq da biz bunu xəbər budaq cümləsi kimi dəyərləndirə bilərik. Çünki zətlə başlayıb, sonra fe'l gəlib, sonra nisbə, deməli, bağlayıcılı söz və cümlə gəlib. 24-cü testdə bizdən deyir ki, hansı təyin budaq cümləsi deyil? What matters most in relationship is honest. A variantı. Çünki A variantı mübtəda budaq cümləsidir. Münasibətdə ən çox əhəmiyyəti olan, mənası olan düzgünlükdür. Nə düzgünlükdür? Deməli, münasibətdə ən çox əhəmiyyət verilən, əhəmiyyəti olan. Bu, oldu mübtəda budaq cümləsi. The students, sonra who nisbə əvəzliyi gəlib, olur təyin budaq cümləsi B-ni çıxdır.
Bizdən deyir ki, hansısa təyin budaq cümləsi yoxdur. A-da yoxdur, B-də var. That blue car which is brand. Which nisbə vəzli işlənib təyin budaq cümləsidir. Deyir ki, o mavi maşın hansı ki branddir, markadır yəni. That's the reason why. Bax, reason why-dırsa, why burada nisbi zərfdir və təyin budaq cümləsini düzəldir. She bought a lot of dresses, only a few of which. Baxın, dress cansı olduğu üçün və kəmit bildirən sözlə işlənib və sonra which nisbə vəzli işlənib. Ona görə bu da təyin budaq cümləsi hesab olunur. A, düzdür. Təyin budaq cümləsini bizdən soruşur. I am jealous of everything. Mən deyir, hər şeyi qısqanıram. Whose beauty doesn't die. Yəni, gözəlliyi ölməyən hər şeyi qısqanıram. Bax, burada whose beauty, whose nisbə vəzli olduğu üçün bir də demək təyin budaq cümləsi var. Harry insandır və to whom. Whom nisbə vəzlini istifadədə hərini təyin etmişik ki, düzdür. The food that. The food. Cansız isimdə zətlə istifadə etmişik təyin budaq cümləsində. Əmələ gətirib you mustn't believe a word. Bax, a word, sonra zət nisbə vəzliyi işlənibdir. Deyirsən, sözə inanmaması, hansı sözə? Onun dediyi sözə. Deməli, 3-də, 4-də, deməli, təyin budaq cümləsidir. Yəni, 1, 2, 3, 4 hamısı təyin budaq cümləsidir. 26-cı testdə bizdən non-essential attributive clause soruşur. Yəni, essential attributive clause-da verilən məlumatlar zəruridir və vergüllə ayrılmır. Non-essential-da əlavə məlumat verilir və vergüllə ayrılır. Və diqqət eləsək, bax, which vergül görmürük, that vergül görmürük, who nisbi əvəzi, məsələn, who nisbə və heç birində vergül görmürük. Deməli, burada essentialdır. Amma bir tek Y variantında baxın, vergül görürük. The film which you have just seen was directed by Orson Welles. Bax, biz burada which you have just seen vergüllə ayrılır, non-essential hesab olunur və əlavə məlumat verilir. Deyir ki, film hansı ki, sən indicə baxmısan. Yəni, sən indicə baxmağın zəruri bir məlumat deyil. Və biz asanlıqla əslində cümlədən çıxa bilərik. Məna da etməz. The film was directed by Orson Welles. Yəni, film Orson Welles tərəfindən yönədilmişdir. Y düzdür. 27-ci testə baxırıq. Bizdən essential soruşur, zəruri. Baxın, əsas vacib təyin budaq cümləsində essential, yəni təyin budaq cümləsində vergül olmur. Baxın, bir də biz whom, the woman who nisbə vəzliyində vergül görmürük. The chefs which nisbə vəzliyində vergül görmürük. Deməli, 1, 2 düzdür. 3-də baxırıq. Mentiondan sonra vergül olub. Deməli, non-essentialdır. Vergül var, non-essentialdır. Vergül var, non-essentialdır. Deməli, 1, 2. A düzgün cavab olacaq. 28-ci testdə bizdən adverb because of time, yəni zaman budaq cümləsini soruşur. We had almost reached the forest so we couldn't see anybody. Bax, burada so varsa, bu so ziddiyyət, güzəşt budaq cümləsini düzəldir. Adverb because of concession, yəni time deyil, zaman deyil. Üstəlik də we couldn't see anybody, heç kəsi görə bilmədik. Anybody who nisbə vəzli işlənir, bu da təyin budaq cümləsidir. Yəni zaman yoxdur. When people think of skyscrapers, insanlar göydələnlər haqqında düşünən zaman, onlar New York haqqında, yəni çoxlu hündür binaları olan, göydələnləri olan New York haqqında düşünürlər. Nə zaman? Baxın, when. When zaman budaq cümləsini əmələ gətirir. B variantımız bizim düzgün cavab olur. Daha sonra baxırıq C variantına. As there were no rooms for travelers. Səyahətçilər üçün deyir, otaqlar olmadığı üçün biz onlar üçün bir neçə yataqxanalar təşkil etdik. Burada səbəbdir, olmadığı üçün. There are special classes, xüsusi siniflər var, hansı ki, harada ki, bax burada in which və-nin əvəzinə işlənibdir və təyin budaq cümləsi hesab olunur. If you get almost 8 hours sleep every day, əgər sən hər gün 8 saatlıq, demək olar ki, 8 saatlıq yuxunu alsan, sən xəstə olmayacaq. Ehtimal ki, xəstə olmayacaqsan, bu şərt budaq cümləsidir, real şərt budaq cümləsi. B variantımız düzgün cavabdır. 29-cu testdə bizdən yenə deməli zərfli budaq cümləsini soruşur. As Monica was having her meal, the doorbell rang. Baxın, deyir ki, Monica yeməyini yeyərkən, yeyərkən qapının zəngi çaldı. Nə zaman qapının zəngi çaldı? Monica yemək yeyərkən. Yəni, as burada artıq zaman budaq cümləsini əmələ gətirdiyi üçün A düzdür. The new movie is as entertaining as the book it was based. As quruluşunu biz adisənd və clause of comparison kimi dəyərləndiririk. Şəhədə feeling that, burada feelingdən sonra zət nisbə vəzliyi gəlir və nisbə vəzliyi gəlir təyin budaq cümləsidir və yenə as guilt as varsa, bu da comparison hesab olunur. Exhausted as he was. Əgər sifət, sonra as və yaxud da zo, sonra müddədə xəbər gəlirsə, bu olur deməli güzəşt budaq cümləsi, ziddiyyət budaq cümləsi. Yəni o yorğun olmasına baxmayaraq o anladı ki, xilas olmaq üçün şans var. Ziddiyyət budaq cümləsidir. As he had money, onun pulu olduğu üçün he thought he could get away with the crime he had committed. Onun pulu olduğu üçün o törətmiş olduğu cinayətdən cəza almamış qaça biləcəyini düşünürdü. Yəni burada da as səbəb budaq cümləsidir.
səbəb budaq cümləsini əmələ gətirir. Çox pulu olduğu üçün. A düzdür. 30-cu testdə bizdən yer budaq cümləsini soruşur. Adverb clause of place. Wherever I look at, deyir, hara baxırdımsa, baxın wherever yer budaq cümləsini düzəldir. Hara baxıramsa, çoxlu yarğın insanlar, çoxlu yorğun insanlar görürəm. After the cloud pass, bax, after varsa zaman budaq cümləsidir. As soon as varsa zaman budaq cümləsidir. Since varsa zamana baxır. Past simple, present perfect yoxdursa, deməli səbəb budaq cümləsidir. Since you promised to take care of it, onun qarşısına qaldığına söz verdiyin üçün mən sənə iti deməli götürməyə və icazə verəcəm. Yəni bu da səbəbdir. Jack Sparrow didn't understand. Jack Sparrow anlamadı. Nəyi anlamadı? Nə üçün Captain Barbaros ona təşəkkür etdi? Nəyi anlamadı? Tamamlıq budaq cümləsidir. 31-ci testdə bizdən adverb clause of place-i yeri soruşur. Yeri budaq cümləsini soruşur. There was no pause of the realities. Deməli, reallıqda fasilə yoxdur. Harada ki, sən hərəkət edirsən. Baxın, burada harada ki, sən hərəkət edirsən və zeri bilirik ki, məkan bildirən var. Yəni, məkanı nəysə var olduğunu vurğulamaq üçün işlənir. Və deyir ki, var. Reallığın fasiləsi deyir, orada yox idi daha doğrusu. Harada ki, o hərəkət edirdi. Yer budaq cümləsidir. He wanted to go. Getmək istəyirdi. Hara? Where no one would know who he was. Yəni, onun kim olduğunu heç kəsin bilmədiyi bir yerə getmək istəyirdi. 2 düzdür. We stretched him up on his own bed. Biz deyir onu öz deməli yatağına uzatdı. Hansı ki, yəni harada ki, o şuursuz şəkildə dərindən nəfəs alıb uzanırdı. Bax, burada on beddən sonra gələn və nisbə vəzi hesab olunur. Nisbə zərf və ya nisbə zərf hesab olunur. Bedi təyin edir, onu təsvir edir. Ona görə də bu təyin budaq cümləsi hesab olunur. He was feasting his love of beauty at this table where eating was an essential function. Bax, burada where də eyni zamanda deməli at this table-a təyin edir. Ona görə təyin budaq cümləsi hesab olunur. Deməli, o gözəllik sevgisini bu stolda, o gözəllik sevgisini deyir, doydururdu. Hansı ki, yəni stoldan söhbət gedir, hansı stolda ki, yemək zövqlü bir vəzifə idi. Deməli, təyin budaq cümləsi oldu. That is, bax, that is-lə başlayan, that is-də, this is-lə başlayan cümlələr, baxmayaq, bundan sonra V-yə gəlsə də bax, belə, that is, this is-lə başlayanlar olur, xəbər, predicative clause çıxırıq, 1-2, B düzgün cavab olur. 32-ci testdə bizdən məqsədi soruşur. Məqsəd budaq cümləsi ümumiyyətlə so that, in order that, bir də less ilə düzəlir. Baxırıq, in order that, mürəkkəb sonra he could do it all himself. Deməli, bir düzdür. He would have had to live 1000 lives. O 1000 ildir, belə deyə, yaşamış olacaqdı. O məqsədlə ki, hər şeyi özü edə bilsin. Yəni, hər şeyi özü edə bilsin deyə, o 1000 il, 1000 həyat yaşamalı olacaqdı. My assistant had remained at the point in order to. Bax, in order'dan sonra to infinitive gəlsə, deməli, bu qısaldılmış cümlədir. Burada hər hansı bir budaq cümlədən söhbət gedə bilməz. Mürəkkəb cümlədən söhbət gedə bilməz. He pulled his cap down over his eyes. Deməli, o deyir ki, papağını, kepkasını aşağı gözünə doğru çəkdi və özünü kiminsə çiyinlərinin arxasında gizlətdi. O məqsədlə ki, baxın, so that. O məqsədlə ki, o onu görməsin. Məqsədlə. Məqsəd olduğu üçün so that. Cümlə gəldiyi üçün, bəli, 1-3 düzdür. The body of the telegram was devoted to hypothetical topics to show him the freedom of range that. Bax, freedom of range that, burada nisbə vəzlik var. Yəni, təyin budaq cümləsidir. Burada deyir ki, telegramın məzmunu fərziyə hesab olunan mövzulara deyir həsr olmuşdu. Ona göstərsin ki, onun azadlığı, deməli, to show them freedom of range, yəni onun azadlığı göstərmək istirdik, hansı ki, onun olmalı idi. Yəni, həmin azadlıq onunki olmalı idi. Deməli, bu da təyin budaq cümləsidir. 1-3, B düzgün cavabdır. 33-cü tezdə bizdən purpose, məqsədi soruşur. Bax, just as məqsəd budaq cümləsi deyil. Bu, deməli, manner, tərz hərəkət, deməli, budaq cümləsinə əmələ gətirən bağlayıcıdır. Çünki deyir ki, otaq bəzədilmişdir. Just as var, mənim istədiyim kimi, elə mənim istədiyim kimi. Necə bəzədilmişdir? Mənim istədiyim kimi. Bu, adverb clause of manner-dır. As though, bax, şey istəyirdi etmiyor. O mənə elə baxırdı ki, sanki, necə baxırdı? Necə baxırdı? Bu da tərz hərəkət, deməli, tərz hərəkət budaq cümləsidir. Sanki mən qəribəyim, yəni. O elə baxırdı ki, sanki mən qəribəydim. Necə baxırdı? Okay, as it grew darker, deyir ki, hava qaranlıqlaşdıqca mən daha az rahat olurdum. Bu da zaman budaq cümləsidir. If I sleep well at night, bu if-lə başlayırsa, bu olacaq şərt budaq cümləsinə. Əgər mən gecə yaxşı yatsam, mən sabah daha xoşbəxt hiss edəcəm özümü.
Y variantına baxırıq. They brought a lot of food last. Biz bilirik ki, in order that so zətləşir. Less də həmçinin məqsəd budaq cümləsini düzəldir. Y variantı düzgün cavabdır. Onlar deyir ki, çoxlu yeməyi aldılar, qida aldılar. That onlar səyahət ərzində ac olmaq qorxusu ilə, less qorxusu ilə mənasını ifadə edir. Yəni o məqsədlə, yəni. Y düzdür. 34-cü testdə deyir ki, join two sentences to make the adverb clause of purpose. Məqsəd budaq cümləsinə əmələ gətirmək lazımdır ki, cümləni bir-birinə birləşdirərək. The burglar wiped the gun. Deməli, oğru silahı sildi. He didn't want to leave his fingertips. O barmaq izlərini buraxmaq istəmirdi. Yəni ona görə də tüfəngini sildi. As soon as-lə başlayırsa bu zaman budaq cümləsidir. A-nı çıxırıq. Bizə məqsəd lazımdır. The burglar wiped the gun so that. Bəli, so that deməli zərflik məqsəd budaq cümləsini əmələ gətirir. Yəni məqsəd zərflik budaq cümləsini düzəldir. Deməli, B düzdür. Deməli deyir ki, oğru tüfəngi sildi. O məqsədlə ki, onun əl üzləri qalmasın. When varsa zaman budaq cümləsidir və D variantına baxın. Avoiding, finding, burada not to leave sadə cümlələrdir. Sadəcə gerundla to infinitivlə ifadə olunub. Sadəcə sadə cümlə. Çünki bir mübtədadır, bir xəbəri var. 35-ci testdə bizdən səbəb budaq cümləsini istəyir. I remember the whole thing as if it happened yesterday. Mən bütün hər şeyi xatırlayıram. Necə xatırlayıram? Sanki dünən baş verib. Yəni burada hər hansı bir səbəb görmədik. He wanted to know. Bilmək istəyirdi nəyi? Bu tamamlıq budaq cümləsidir. He remained at home all day since he was feeling unwell. O deyir, bütün gün evdə qaldı. Çünki o özünü yaxşı hiss etmirdi. Baxın, çünki səbəbə bildirdiyi üçün C düzdür. I have received a letter from him since the date of his supposed death. Bu ümumiyyətlə since-dən sonra baxın ismi birləşmə gəldiyi üçün. Bu sadə cümlədir ümumiyyətlə. Bir müddədə bir xəbəri var çünki. He was nice a marriage nor death. Their voice was well worth waiting. Bax burada zərf ümumiyyətlə conjunctive adverblə bağlanan cümlələr də compound hesab olunur. Yəni burada hər bir səbəb olan bir budaq cümlə yoxdur. Yəni C düzdür. 36-cı testdə bizdən adverbial clause of cause, yəni səbəb budaq cümləsini soruşur. The wife couldn't come to the dinner party due to fog. Baxın, due to varsa deməli burada sadə cümlədir. Bir mübtədamız, bir xəbərimiz var. Deməli, whitelar dumanlı havaya görə şam yeməyi şənliyinə gələ bilmədilər. B variantı. 2 days have passed since my terrible adventure. Bax, since-dən sonra ismi birləşmə gəldi. Deməli, sadə cümlədir. 2 days have passed. Bir mübtəda, bir xəbərimiz var. The editors are justified in refusing your work as it will offend your readers. Bax, burada deyir ki, nəşriyyatçılar sənin deyilişini rədd etməyi təsdiqləyiblər. Çünki onlar sənin oxucularını incidəcək. Çünki səbəbi var. Oxucularını incidəcək. Ona görə C düzdür. He was fascinated by the portrait for. Bax, for burada coordinated conjunction'dır və compound sentence-ə bağlayır. Yəni bu adverbial clause, yəni adverbial clause of cause-u bağlamır. Ona görə çıxırıq. Çünki coordinated conjunction'dır. Yəni subordinated conjunction deyil. 36-cı testə baxırıq. Because of the avalanche varsa, because of-dan sonra bilirik ki, ismi birləşməyə gəlir və because of varsa deməli bizim cümləmiz sadə cümlədir. The alpinist bir mübtədamız, bir xəbərimiz var, hər difficulty. 37-ci testə baxırıq, bizdən səbəb budaq cümləsini soruşur. He walked as if. Ümumiyyətlə, as if deyə səbəb budaq cümləsi yoxdur. O gəzirdi. Necə gəzirdi? Sanki gallows, he was going towards a gallows. Yəni, baxın, burada da deyir ki, o gəzirdi, sanki gallows səhv eləmirəmsə oyğu olmalıdır. Yəni oyğuğa doğru gedirdi. Hər hansı bir boşluğa doğru gedirdi. Burada da tərz hərəkət zərfidir. As she needed a new car, she applied a well-paid job. Bəli, bu səbəb budaq cümləsidir. O yeni maşına ehtiyacı, onun yeni maşına ehtiyacı olduğu üçün o yaxşı ödənişli, yaxşı maaşlı bir işə müraciət etdi. Səbəb var. O yaxşı maaşlı işə müraciət etdiyi üçün, çünki yeni maşına ehtiyacı var idi. Since Mark returned to school, bax, past simple, sonra present perfect isə deməli zaman budaq cümləsini əmələ gətirirsin, səbəbi deyil. Mark deyir ki, məktəbə qayıdandan bəri o çox məşğul olub. We are going to go hiking this Sunday unless if not deməkdir. Yəni şərt budaq cümləsini əmələ gətirir, çıxırıq. She spoke loudly in order that varsa deməli bu da məqsəd budaq cümləsidir. Amma bizdən səbəbi soruşduğu üçün B variantımız düzgün cavabdır.